Mehdi müəllim, elə Dərəl Əzdən eşidirəm bir söz var, deyir ki, Azreyilin yadından çıxarsa. Belə bir deyim var. Mən istəyirəm ki, Mehdi müəllimi bir ürəkdən əl çalıq alqışlayaq. Dostlar, özdə biraz fəal olmaq lazımdır. Biraz fəal olmaq lazımdır. Günlərdə gör. Mehdi müəllim, bizim elimizin, obamızın hamımız bilirik ki, şəxsiyyətli, layiqli, qeyrətli oğludur. Hamı da onu tanımayanlar da, başqa regionlardan da tanıyırlar. Deyirəm, gedirəm Mehdi müəllimin yubileyinə. Deyirəm, biz o kişini tanıyırıq. Demək ki, Mehdi müəllim tək Dərəl Əzdə yox, bütün Azərbaycanımızın hər bir diyarında tanıyırlar. O gözəl, həzin, duyğulu səsinə görə. Əlbəttə ki, birinci insanlığına, daxili. Heç xaricdən də elə əsl Azərbaycan kişisən, var olasan, mən səni öz adımdan da, anamın adından, bütün ailəmizin adından, hamının adından təbrik edirəm. Allah taladan arzu edirəm ki, bugünkü gün 50 yaş, gəlsin 60, 70, 80, 90, 100, Allah Vahid müəllimə can sağlığı versin, mənə 100 il ömür arzulamır. Amma mən istəyərdim ki, 110 olsun insan ömrü, biraz da çox olsun. Hər insan yox, səni kimi şəxsiyyətli insanlara. Bir daha təbrik edirəm, Fayda xanım. Çox sağ ol. Həmişə evimizin qızısan, evdə obada olasan, sən gözəl anasan, gözəl bacısan. Mən səni çox istəyirəm. Çox sağ ol. İndi siz icazə verirsiniz, Mehdi müəllim bugün mənə yazıb ki, nəhəng gəmi mütləq olmalıdır. İndi onun içində birinci nəhəng gəmini oxuyub, sonra keçərəm o birisi mahnılara. Gəlsin mahnımız. Bir daha gözünüz aydın olsun, həmişə o belə gözəl günlərdə görüşək. Ver olasın. Eşq olsun. Ver olasın. Dərəl Əzlərə eşq olsun. Hayri xanım, sənin var olasın, 100 yaşasın. Ver olasın. Bəsdir aldattın bizləri, yüzün oldu birimlərdin, yolda qoydun sən gözləri. Ana babadan ayrıldı, ata yollarda yoruldu, içim